timsah göz yaşları tökən Zaur Babayev məhkəmədən imdad diləyib. Allah'ım istemeden olur. İstemeden ölür. Vallahi istemeden ölür. Bile bile vurmaz. Müşavirədən qayıdan məhkəmə heyətinə sədrlik edən Leyla Əskərova Məmmədova hökmü elan edib. Hökmdən səsləndirilməsi mümkün olan hissəni təqdim edirik. Təqsirləndirilən şəxs faktiki nikah münasibətində yaşadığı qadını yetkinlik yaşına çatmayan qızının gözləri qarşısında təkrar zorlamaqla, onların azadlığını qanunsuz məhdudlaşdırmaqla, eyni zamanda yetkinlik yaşına çatmayan qız uşağının köməksiz vəziyyətindən istifadə etməklə, anasının gözü qarşısında ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməklə, ona çoxsaylı zərbələr endirməklə, fiziki ağrılar yetirdikdən sonra onun aman diləyən yalvarışlarına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik göstərərək işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, təkrarən yetkinlik yaşına çatmayanı zorlamaqla, ona qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətlər etdikdən sonra törətmiş olduğu cinayət əməlini gizlətməkdən ötürü yetkinlik yaşına çatmayanı qəsdən öldürmək niyyətini həyata keçirmək üçün artıq halsız vəziyyətdə yerdə qalıb ona aktiv müqavimət göstərmək imkanından məhrum olduğundan onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan yetkinlik yaşına çatmayanın bədən səhtinə əlindəki bıçaqla ardıcıl zərbələr vuraraq onu qəsdən həyatdan məhrum etmədə təqsirli bilinib.